Salam, xoş gördük dostlar. Baxa görə kanalına baxırsınız. Videomuza keçməzdən əvvəl kanalımıza abunə, bildirişləri açıq tutmaq, videonu bəyənməklə bizə dəstək olursunuz. Bu gün sizlərə CapCut'u necə Pro versiyada işlətmək olar, onu sizə başa salmaq istəyirəm dostlar. CapCut'u biz yükləmək üçün CapCut download yazaraq birinci linkə toxunuruq. Ücretsiz indirim tıklayarak CapCut'u yükləmiş oluruq. Masa üstünə gələrək CapCut'u açırıq. CapCut açıldıktan sonra təbii ki ingilis dilində olacaq. Bunu biz Türk dilində etmək üçün setting, daha sonra general vurarak aşağı düşürük. Burada Türkçəni seçib save edirik və restart edirik. CapCut yenidən açılacaqdır. Biz CapCut'u necə Pro versiyada işlədəcəyik, bunu addım-addım izləyin dostlar. Hər bir detalları dəqiq izləyin. Təbii ki bu kodlar, zadlar deyil, crack yazmaqla deyil. Bu bir taktikdir demək olar. İndi bunu mən sizə başa salacağam. CapCut açıldıktan sonra biz burada proje oluştur vururuq. Program açıldıktan sonra burada gördüğünüz bu xanaya tıklayarak veya içe aktar basmakla biz istediğimiz faylı oraya atabiliriz. Mesela bu önceden hazırladığım bir videonu atırıq ve sürükleyerek aşağı çekirik. Bu bizim videomuzun boyu demek olar ki 20 saniyedir. Videonu attıktan sonra biz yukarıdan play düğmesine vururuq və videonun gelişine baxırıq dostlar. Video necə gelib, nə qayır, necə edir və bunu saxlayırıq dostlar. Bunu bir-iki yerdən kəsirik videonu və bunlara effekt əlavə edəcəyik ki, görək, yəni pro effektləri yükləyəcəyik, görək necə olur. Bəli, indi isə dostlar, bu iki videonun arasına biz burada effekt ataq, keçid ataq. Baxırıq dostlar. Bu keçidlər hamısı produr dostlar. Bax, bunu ataq dostlar. Pro atdı. Bir keçidi bura atdı. Daha sonra başka bir burada pro versiya, prolara gedək. Daha sonra bunu atırıq. Bir de pro versiyalardan bunu atırıq. Bunlar dostlar produr, pro versiyalardır. Bir de burada keçidə baxaq. Görün, bununla YouTube'a nəsə eləyə bilərik, eləyənləri görək. Bəli, keçid işləyəcək, işləməyəcək, verdi. İndi biz buna daha başka bir effektlərdən olan, yəni alt yazı ekləməliyik, oluştur vururuq və bir neçə videonun böyüklüyünə, kiçikliyinə görə, kalitəsinə görə bu alt yazı vaxt apara bilər. Biz həmən an onun alt yazısını çıxartdıq. Alt yazı ilə çıxartdıq və videonu tam başdan qoyaq və baxaq. Bu bizə təbii ki kömək edəcək, eləməyəcək. Təbii ki videonun işləyəcək, işləməyəcək. Səsi olmalıdır, səsli video olmalı ki alt yazısını çıxartsın. Və mən bunu sizin göstərmək üçün etmişəm. Burada ağ olduğu üçün bir dəqiqə biz bunun rəngini də dəyişək. Alt yazının
alt yazını sarı eləyək dostlar. Sarı eləyirik. Və buradan yenidən buradan qaydırıb burada bundan alt YouTube-a yazılar görülür. görək. İndicə dostlar biz bunu kompüterimizin yaddaşına saxlanıb etmək üçün burada dışa aktar basırıq. Burada yazır ki, dışa aktarmak için Pro'ya katılın. Dışa aktarmak için Pro'ya katılın. Yani Pro versiya yükləyin. Biz indi bunu Pro versiya kimi necə saxlanıb edə bilərik? İndi mən onu sizə başa salacağam dostlar. Hamısını qaralamalıyıq və sağ knopkanı vuraraq Alt G-ni basırıq. Video oldu bir parça. Daha sonra yenə sağ knopkanı vurup birləşik klibə alt proje ön işləmi uygula. Bunu vururuq dostlar. Bu zaman burada faiz gelir. Bu videonun uzunluğu kısalığından asılıdır. Video ne kadar uzun olarsa vaxt da o kadar çok gedəcək. Həm də burada kompüteriniz də nə qədər sürətli olarsa o kadar tez olacaqdır dostlar. Bu tam 100 olmağını gözləməliyik. Bəli, videomuz tamamlandı. Biz indi isə artıq buradan CapCut proqramına X deyə bilərik. X dedikdən sonra tamamen bağlaya da bilərik. Windows düyməsini basaraq bura App Data yazaraq App Data papkasına daxil oluruq. Daha sonra dostlar bunları hamısını diqqətlə izləyin. Çünki burası çox önəmlidir, çox vacib bir yerlərdir. Lokal papkasına daxil oluruq. Burada CapCut, sonra User Data seçirik. Daha sonra burada Project seçirik. Draft yazılan, daha sonra 0424 görürsünüz dostlar, burada 2 papka var. Sizdə çox güman ki bir dənə 0424 papkası olacaq. Biz bunu tıkladıktan sonra Resources papkasına daxil oluruq və daha sonra Combination papkasına da daxil oluruq. Sizin videonuz burada olmuş olur dostlar. Tam hazır versiyada. İndi məndə burada yoxdur. İndi mən bunun səbəbini sizə açıqlayacağam. Niyə məndə burada yoxdur? Mən ikinci üsuldan istifadə edirəm. Daha əlverişli olmağı üçün. Bəli dostlar, indi keçək ikinci üsula. Burada təbii ki etdiyim addımları edərsəniz sizin videonuz tam Pro versiyası kimi burada görmüş olacaqsınız. Mən indi isə ikinci addımı sizə başa salmaq istəyirəm dostlar. İkinci addım da necədir? Biz yenə CapCut'u açaraq təbii ki bunu ikinci addımı CapCut'u qurduqdan sonra dil ayarlarını verdikdən sonra etsəniz daha məqsədə uyğun olacaqdır. Yəni bu ikinci addımdan istifadə etmək istəsəniz daha önceden etseniz daha rahat olar. CapCut programı açıldıktan sonra yine biz buradan ayarlara daxil oluruq. Ayarlar bölmesine daxil olduktan sonra burada şuraya kaydedin. Burada papka var. Papkanı vururuq. Ben artık burada hansı papkanı seçmişəm? Desktop vur yazılan papkanın içine atmışam. İndi biz burada cancel, artıq mən bunu saxlanıb etmişəm özüm üçün və mən buradan cancel verib gedib
həmin papkanın içində indi montaj etdiyimiz videonu tapmağa çalışacağıq dostlar. Bu papkasına daxil olduq və CapCut-a gəlirik. Burada çox güman ki 0507 papkasının içində olmalıdır. Burada Resures Kombinasyon dostlar. Burada iki video var. Baxaq görək bu bizim videomuzdur yoxsa tam başqa bir video. Bəli dostlar, baxaq. İndi isə biz bu videonun üstünə toxunuruq. Videomuzu çalışdırırıq. Təbii ki, mən bu videonu bir başqa video olmasın deyə bu videonu hazırladım özüm və sizə də məsləhət görürəm ki, daha çox pul xərcləyib proqramlar almaqdansa belə təkliflərdən istifadə etmək lazımdır. Kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın. Kanalımıza abunə olun ki, biz daha çox videolar çəkib sizə təqdim edə bilək. Çox sağ olun dostlar.